Bakının Nərimanov rayonunda düz küçənin ortasında 2 manata istənilən növ kebab satılır. Qiyməti ucuz olduğu üçün bu məkanın alıcısı da az olmur. Küçə ticarəti illərdir ləğv olunsa da bu kebabçı yolun ortasında 8 il heç bir şəraiti olmayan kiçik köşkdə işləməyi bacarıb. Necə? Əməkdaşımız Rəşad Vəkiloğlu danışacaq. Toy olanda bu gəlsindən parkovka, stulları görüb parkovka eləyirdi. Bu küçə bütün mənim stullarım idi. Maşın parkovka yeri də, maşın gələndə parkovka yeri mən eləyirdi, mənim oğlanlarım eləyirdi. İllərdir səhər formada yolun düz ortasında kebab pişirib satırlar. Növbə-növ yeməklərin pişirildiyi bu balaca köşkdə nəinki natəmizlik hökm sürür, həm də pişirilən kebablara avtomobillərin toz torpağı ayrı bir ləzzət, dad qatır. Görüntülər Nərimanov rayonu Mayakovski küçəsi 4 ünvanındandır. Burada belə bir antisanitariya görürsünüz. Görürsünüz, tərtəmiz hamısı gündəlik alınan maldır bu. Bu da əti. Neçə növ kebab verirsiniz? Ne bileyim, yüngül var, iç salatdır, bir de hərdən bir də qoyun ətidir. Başqa heç də. Ucuz verdiyi. Bəli, kasıb malı 2 manata çörəyin arası. Çörəyin arasına qoyub dönər əvəzi də. Kiçik bir yerdə mətbəxi olmayan kebabxanada təmizliyə necə riayət olunub-olunmaması başqa bir sualdır. Bəs görəsən bu köşkdə istifadə edilən ətlərin mənşəyi bu kebablardan dadanlara bəllidirmi? Bu yolun ara kəsməsində ümumilikdə ona yaxın kiçik belə obyekt fəaliyyət göstərir. Ancaq iddialara görə bu kebabxana antisanitar vəziyyətdə yemək pişirərək vətəndaşlara satır. Köşkdə kebabxana açmasından hansısa bir qurum tərəfindən icazənin və ya burada istifadə olunan ətlərin baytarlıq sənədlərinin olub-olmamasını da soruşduq. 8 ildir siz burada fəaliyyət göstərirsiniz. İcazəniz var burada fəaliyyət göstərir? Allah canına, bəli, icazə belədir ki, hörmət eləyirlər. Mənim iş açılığım var. Burada yolun zəbt olunması kimi? Burada yol yoxdur, bu yol deyil. Bu 8 at, bu hələ belə yerdir bu, 8 at deyil bura. Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, həmin ünvanda 8 ildir köşkün kebabxana kimi fəaliyyət göstərməsindən xəbərsiz olublar. Qeyd olunan məsələ tərəfimizdən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Bildiririk ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilk növbədə qida təhlükəsizliyi qeydiyyatından keçməli və reyestrdən çıxarışa malik olmalıdırlar. Qeydiyyatssız fəaliyyətin göstərilməsi qanunsuz küçə ticarəti hesab olunur və yol verilməzdir. İstehlakçılar belə qida məhsullarını almazdan əvvəl satıcıdan qida təhlükəsizliyi qeydiyyatının olmasını, həmçinin istehlaka təqdim edilən ətlərin sağlamlıq arayışını tələb etsinlər, qidaların saxlama şəraitinə diqqət yetirsinlər. Bakı şəhər Ticarət Departamentindən verilən məlumata görəsə, sakinlərin şikayəti əsasında sözgedən ünvanda uzun illər öncə yerləşdirilmiş köşkün ətrafında yerləşdirilən stol və stullar yığışdırılmaqla yanaşı obyekt sahibinə xəbərdarlıq edilib. Nərimanov rayon icra hakimiyyətindən isə heç bir mövqe öyrənə bilmədik. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.